Təşəkkür edirik çox sağ olun ifalarınıza görə və təbii ki, fasilədən sonraki zamanımızı düşündük ki, musiqi ilə daha səmərəli keçirək və xoş əhval-ruhiyyə ilə biz artıq ikinci panelə başlayırıq. İkinci panelimizdə də böyük qayıdışla bağlı dəyərli mövzular müzakirə olunacaq. Həmçinin spikerlərimizin də bu istiqamətdə fikirlərini eşidəcəyik. Amma panelimizə keçməmişdən öncə bir daha xatırlatmalı olduğumuz məqamlar var. Diqqətinizə çatdıraq ki, tədbir biznesin müxtəlif istiqamətləri üzrə tədbirlərin təşkilatçısı Facemark və 360 dərəcə marketinq xidmətləri təklif edən Fill Agency marketinq şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilir. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Azərbaycan və beynəlxalq səviyyədə 360 dərəcəli reklam fəaliyyəti ilə ixtisaslaşan Admedia şirkəti və Yaradıcı Mərkəzin təşkilatı dəstəyi ilə keçirilir. Mərkəz peşəkar təlimlər, həmçinin biznes mülkiyyəti ilə bağlı ekspert xidmətləri təqdim edir. Hər birinə təşəkkürümüzü bildiririk. Həmçinin tədbirimiz Markup Agency-nin dəstəyi ilə keçirilir. Agentliyin xidmətləri arasında veb saytların hazırlanması, rəqəmsal marketinq eləcə də sosial media marketinqi, brendinq və brand book hazırlanması daxildir. Başkent Restoran və Şirniyyat evinin sponsorluğu ilə keçirilir tədbirimiz. Başkent 2004-cü ildən dəyərli müştərilərinin xidmətindədir. Onlara da təşəkkürümüzü bildiririk. Admixer Advertising şirkəti reklam və inventarı və məlumatların alışı, həmçinin satışı üzrə effektiv həllərin yaradılmasında dəstək verən aparıcı rəqəmsal marketinq şirkətlərindən biridir. Onlara da təşəkkürümüzü bildiririk. 189 taksi də tədbirimizin sponsorları sırasındadır. 1000-dən çox şəhər sakini arasında keçirilən sorğunun nəticəsinə görə sürücü keyfiyyəti üzrə 189 taksi birinci yerdədir. 189 taksi ilə korporativ və əməkdaşlıq haqqında ətraflı məlumatı siz həmçinin stendlərimizdən də əldə edə bilərsiniz. Aktiv həyat tərzinin simvolu olan alternativ nəqliyyat həlli Apar da bizim tədbirimizdədir. Hədiyyələr və əyləncəli sürprizlərlə tədbirimizə rəng qatır. Apar şirkətinə də sponsorluğuna görə təşəkkür edirik. 50-dən çox ölkədən iştirakçısı olan dünyaca məşhur Fibonacci beynəlxalq olimpiyadaları müxtəlif ölkələrdən olan şagirdlərin riyaziyyat, informatika, təbiət elmləri və robototexnika üzrə biliklərini nümayiş etdirən beynəlxalq olimpiyadadır. Sponsorumuza təşəkkür edirik. Tərəfdaşlarımız haqqında da sizə məlumat vermək istərdik. Dəyərləndirmə tərəfdaşımız Qmeter şirkətinə, rəqəmsal platforma tərəfdaşımız Ədviyyat şirkətinə, çöl reklamları tərəfdaşımız Brand Media şirkətinə, Renesans reklam şirkətinə, Çap Promo tərəfdaşımız Credtime şirkətinə, Credtime reklam və poliqrafiya sahəsində öndə gedən şirkətlərdən biri olaraq artıq 13 ildən çoxdur ki, istehsalçı kimi fəaliyyət göstərir. Sayt tərəfdaşlarımız da var. Arenda.az şirkətinə, LED.az şirkətinə, reklam tərəfdaşımız MG Plus şirkətinə, ERP tərəfdaşımız Arter şirkətinə, Figensoft şirkətinə, Hazır Cavab platformasına, New Media şirkətinə, New Line şirkətinə, Ebilet Store platformasına, Asan İnnovativ İnkişaf Mərkəzinə, Boomerang Agency-yə, Hadhad Media, Karpavit Event Key platformasına və Hilal İnə həmçinin UMR qrupa təşəkkürümüzü bildiririk. 3 ay ərzində bizlə bərabər olan media tərəfdaşlarımız da oldu. Biz onlara da çox sağ ol deyirik ki, məhz onların sayəsində biz bu ilki Milli Marketinq Forumumuzu geniş tamaşaçı kütləsinə çatdırdıq. 3 ay ərzində media tərəfdaşlarımız ARB televiziyasına, Baku TV-yə, Bizim Yol Info-aza, Report-aza, Marj-aza, First News-az, Oxu-az, Operativ Media, İqtisadiyyat-az, Araz FM Biznes Mərkəzi verilişinə, Radio Enerjiyə, Asan Radioya, Asan TV-yə və Biznes TV-yə sizin alqışlarınızla təşəkkürümüzü bildiririk. Əziz qonaqlar, Milli Marketinq Forumumuz davam edir. Bir neçə dəqiqədən sonra ikinci panelə keçəcəyik. Hazırda video çarxımız var. Milli Marketinq Forumuna dair bir video çarxı diqqətlə bərabər izləyirik. Bazar elə bir yerdir ki, vaxtilə orada insanları belə satıb almaq mümkün idi. Məsələn, hamımızın tanıdığı, sonradan dünya fatihinə çevrilən Çingizxan gənclik illərində bir kölə bazarında satışa çıxarılmışdı. Bugün artıq qlobal bazar dediyimiz və insandan başqa hər şeyin satılıb alındığı bir dünyada yaşayırıq. Həm də yalnız istehsal edib satmaq və pul qazanmaq, almaq üçün. 20-ci əsrin əvvəllərindən etibarən marketinq sahəsi
akademik bir ixtisas kimi öz yerini tutmağa başlayandan bəri marketinqin əhatə dairəsi, fəlsəfə əsasları, onun elm yoxsa sənət olması ilə bağlı fikir ayrılığına yol açdı. Marketinqin elm yoxsa sənət olması ilə bağlı bu müzakirələr günümüzdə də davam etməkdədir. Marketinq sahəsinin peşəkarlarından biri bu barədə belə deyir. Marketinq sahəsinin nəzəri bir bütünlüyünün olmamasının əsl və sadə bir səbəbi var. Marketinq elm deyil. Marketinq fizika, kimya və ya biologiyadan daha çox mühəndislik, tibb və memarlığa bənzər bir sənət və ya təcrübədir. Bugün yaşadığımız böyük şəhərlər hələ qədim zamanlarda adı qoyulmayan marketinq sahəsinin əsərləridir. Dini mətnlərdə belə bu mövzuya toxunulmuş və bütün zamanların bazar münasibətlərinə Tanrının müdaxiləsindən söz edilmişdir. Tarixin bir çox savaşı məhz bazara ələ keçirmək uğrunda baş vermiş və hərbi üstünlük üçün yaradılan məhsullar sonradan bazarlarda kütləvi satışa çıxarılmışdı. Birinci və ikinci dünya müharibələri dövründə hərb üçün istehsal olunan məhsullar bugün sülh şəraitində sadə insanların istehlakına təqdim olunur. Bu da o deməkdir ki, bazarı ələ keçirmək istəyən müharibələr belə qısa bir müddətdən sonra özləri bazar tərəfindən ələ keçirilmişdi. Bu, marketinq sahəsinin gücünü göstərən danılmaz tarixi faktlardır. Günümüzdə də marketinqdən kənarda qalmaq mümkün deyildir. Siyasət haqqında deyilən məşhur sözlər marketinqə də aiddir. Biz marketinqlə məşğul olmasaq da, o bizimlə məşğul olacaq. Diqqətinizə görə təşəkkür edirik. Hörmətli qonaqlar, biz bir neçə dəqiqədən sonra ikinci panelimizə böyük qayıdışa dair bir müzakirəyə başlayacağıq. İndi isə səhnəyə təqdimat etmək üçün Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin ekosistem marketinq üzrə lideri Günel xanım Mavliyarovanı dəvət edirik. Gəlin alqışlarla onu səhnəyə dəvət edək. Salamlar, hamını salamlayıram. Xoş gəlmisiniz. Yəqin nahardan sonra biraz diqqət cəmləmək çətin olacaq, amma mən çalışaram ki, təqdimatımız çox da sizi darıxdırmasın. Bugün əslində, biz Marketinq Forumunun 10-cu il yubileyi münasibəti ilə də mən hamını təbrik eləmək istəyirəm. Xüsusilə də təşkilatçıları. Eyni zamanda da bizim bir əməkdaşın, Kapital Bankın marketinq komandasından Fatmanın ad günüdür. O ad günündə Milli Marketinq Forumunda olmağı tərcih eləyib. Məncə ona da alqışlar düşür buna görə. Bizim deyəsən kliker... Какой? Туда? В ту. Aha. Biz əslində bugün brandingdən danışacağıq, amma brandingdən əvvəl biraz da biznes modellərdən danışaq, düşünürəm. Çünki hal-hazırda dünyada belə bir trend var, ekosistemləşmə trendi və bir çox şirkətlər artıq bir şirkət olmaqdan çıxıb ekosistemləşir. Bunun da fərqli səbəbi var. Əslində, əvvəlki videoda maraqlı məqamlara toxundu təşkilatçılar. Bunun əsas səbəblərindən biri müştəridir. Biz elə bir dövrə keçirik ki, biz məhsuldan artıq müştəri həyatına fokuslanmağa başlayırıq və müştərini əhatə edən hər bir şey artıq marketinqin predmetinə çevrilir və bu kontekstdə ekosistem də əslində nədir desək, ekosistem həm biznesi, həm müştərini, həm xidmətləri və tərəfdaşları və məhsulları bir araya toplayan bir mühitdir və bu mühit müştərinin təbii həyatına sirayət etməlidir. Və şirkətlər nəyə görə ekosistemləşir? Bunun birinci səbəbi share of wallet-dır. Yəni, müştərinin gündəlik
həyat xərclərinin içində daha çox pay almaq üçün və belə qlobal nümunələrdən yəqin və yaxud da bizə yaxın nümunələrdən, xüsusilə də maliyyə sektorunda Kaspi KZT bilirsinizsə, o məsələn bank olaraq fəaliyyətini başlayıb, daha sonra ekosistemləşib. Sberbank məsələn çox böyük bir ekosistem qurub və başqa nümunələrdən də yenə gətirmək olar. Amazon var, Apple var və s. var. Amma maliyyə əsaslı ekosistemlər çox da deyil və bizim ölkədə, biz bugün Milli Keyslər panelindəyik. Bizim ölkədə də ilk ekosistemi quran, əslində bizim regionda ekosistemləşmə ambisiyalı, yəni ilk şirkət yəqin Paşa Holdingdir və Paşa Holdingdə ekosistemdə bir neçə şirkətini birləşdirir. Bunlardan biri Emon, bizim brend olaraq tanıdığımız Emon, Yumiko və Birbank olacaqdır. Mən əslində bunları nəyə görə danışıram? Çünki bu ekosistemin brendingindən danışacağıq və bu bizim bu slaydı da keçək. Və üzrlü sayın, biraz bu klikerlə bax, bayaq dediyim, həmin bu ekosistem müştərinin ətrafında toplanır və ekosistemi də bir-birinə bağlayan müəyyən məhsulların bu il bazara çıxmağı gözlənilir. Bunlardan biri bir bonusdur, vahid qeydiyyat sistemidir. Əslində bunların mən dediyim kimi branding nöqteyi nəzərdən sizə danışmaq istəyirdim. Ekosistemi quranda amma biz dedik ki, bəs yaxşı, ekosistemi qururuq, məhsulları yaradacağıq, ortaya çıxacaq və bu ekosistem necə adlanmalıdır? Biz ekosistemi hansı brendin əsasında qurmalıyıq? Bunu necə etməliyik? Bunu düşünərkən və gördüyünüz kimi əslində bu ekosistemdə bir neçə tam fərqli şirkət birləşir və bu şirkətləri, məsələn, normalda ekosistemlər, Yandex-da necə götürür? Yandex Music var idi, onun ətrafında bu quruldu. Sberdə Sber var idi, onlar bank uzantısını atdılar və Sber oldular. Bizdə biraz fərqli şirkətlər çoxdur. Layallıq proqramı var idi, Yumiko bonus və dedik ki, bəs onda necə eləyək? Və əlbəttə ki, dedik klassikaya müraciət eləyək, teoriyaya müraciət eləyək. Adətən marketinqdə teoriyalar və nəzəriyyələr çox da yaxşı işləmir. Çünki hər bazar tam fərqlidir amma nəzəriyyələr çox ümumidir. Və ümumi nəzəriyyəni gətirib spesifik lokal bazara tətbiq eləyəndə çox vaxtı uğurlu nəticə də əldə etmirsən. Amma dedik ki, bu halda strategiya və branding nöqteyi nəzərdən biz tam teoriya ilə gedək və nəzəriyyə ilə tədqiqat və analizə başladıq birinci növbədə. Əlbəttə ki, araşdırma. Ümumiyyətlə, brendi quranda ilk növbədə brend kimi üçün qurulur? Müştəri üçün qurulur və bu müştərinin brenddən gözləntisi nə olacaq? Biz bunları başa düşməliyik və əlbəttə ki, brend müştəri ilə necə danışmalıdır, onu başa düşməliyik. Bunun üçün də birinci növbədə, yəni ənənəvi və klassik səslənəcək, amma araşdırma çox vacib mərhələdir və araşdırma mərhələsində əslində araşdırmanı iki yerə bölmək lazımdır. Birinci, keyfiyyət araşdırması. Keyfiyyət araşdırması, məsələn, bizim halda mövcud olan brendlərdən getdik və biz hər bir brendin müştərinin perceptionında hansı mənaya gəldiyini, nə ilə assosiasiya olunduğunu, tanınma, awareness-ını, belə deyək, üzrlü sayın, bəzi ingilis sözlərindən istifadə edirəm. Amma bütün bunları ölçürük və ondan sonra keyfiyyət araşdırmasından çıxan insightları götürüb kəmiyyətə tətbiq eləyirik ki, baxaq görək bizim keyfiyyət araşdırmasından çıxartdığımız insightlar nə qədər ölkə üzrə tətbiq oluna biləndir. Və daha sonra isə artıq bu çalışma bitdikdən sonra, onun analizi olunduqdan sonra bizim əlimizdə artıq insightlar və kəmiyyətlə təsdiqlənmiş insightlar olur. Onun ardından da bir slaydı çevirsək,
biz branding və logo çalışmalarına başlayırıq. Və bizim əslində logo və brandingdən əvvəl də fəlsəfə var. Üzr sayın, onu ötürdüm. Bu bizim ekosistemin brandidir, brandin logosudur. Görüntü baxımından çox sadədir, amma bunun arxasında fəlsəfəsi var. Bizim əsasında bu ekosistemi qurduğumuz şirkətlərin logolarının bir çoxlarında üçbucaqlar var idi. Bu üçbucaqlar əslində hər biri, üçbucağın çox maraqlı simvolikası var. O həm irəliyə, həm dinamikanı özündə əks etdirir, həm də irəliyə doğru hərəkəti əks etdirir, həm də stabilliyi, çünki onun stabil belə bir düz xətt üstündə durur üçbucaqlar. Və bu üçbucaqları sadə formaya birləşdirəndə bizim bax belə bir formamız əmələ gəldi. Bu forma da biz ekosistemi yaradanda dedik, biz kimə xidmət edirik? Azərbaycan müştərisinə və bizim orada əsas məqsədimiz hər bir azərbaycanlının yanında olmaq, həyat tərzinə sirayət etməkdir. Və bu halda da hansı formalardan biz istifadə edə bilərik ki, onun içində üçbucaqlar da orqanik şəkildə otursun? Biz paxlava dedik bu formaya, amma bu rombdur. Çox sadə bir formadır, amma Azərbaycanın milli, belə deyək də, simvolikasında çox aktiv, slaydı çevirək, aktiv istifadə olunur. Və brandin fəlsəfəsini yaradanda bizim gəlmək istədiyimiz əsas 3 məqam var. Bunlardan biri brandin xüsusiyyətləridir. Brandin xüsusiyyətlərini biz nəyə görə düşünməliyik? Niyə görə onlar bizə lazımdır? Brandin xüsusiyyətləri bizə müştəri ilə hansı tərzdə danışmalıyıq? Onu bizə deyir. Daha sonra quracağımız brandin dəyərləri var. Bu dəyərləri isə brandin xidmət elədiyi şirkətin əməkdaşlarına aiddir və brandin müştərilərinə, bazarına verdiyi vədə aiddir. Və ən sonda isə brandin məğzi. Siz brandinizi bir cümlə ilə necə ifadə eləyərdiniz? Məsələn, bizim üçün bu çalışmada brandin məğzi imkanlar yaratmaq oldu. Yəni, bir brandinin məğzi bizim Azərbaycanlılar üçün imkanlar yaratmaq idi. Əslində, bunun arxasında çox böyük bir fəlsəfə durur. Amma marketoloq olaraq bu böyük fəlsəfəni 2 cümləyə otuzdurmaq yəqin ki, ən vacib məqamlardan biridir. Çünki daha sonra bu fəlsəfənin əsasında siz arxitekturanı quracaqsınız. Bildiyiniz kimi arxitekturalarda fərqli olur. Monolit arxitekturalar var, hibrid arxitekturalar var, müstəqil brendlər var, endorsed brendlər var. Yəni, burada artıq siz marketoloq olaraq özünüz qərar verə bilərsiniz ki, sizin brendiniz hansı arxitektura əsasında sub-brendlərini yaratsın və yaxud brendlər ailəsini yaratsın. Amma bu brendin fəlsəfəsi, arxitekturası, daha sonra tone of voice-u sizin növbəti kommunikasiyaların demək olar ki, əsasını təşkil edir. Bu sənədlər olanda siz marketoloq olaraq hər hansı bir agentliyə brief üçün gedəndə artıq düzgün briefləri tərtib eləyə biləcəksiniz. Sizin bir kommunikasiyanız digərindən kreativ cəhətdən fərqlənsə də, ötürdüyünüz mesajın tonu, ondan sonra kampaniyanın tagline və yaxud brendin sloqanı və s. o məhz bunun üzərində qurulmuş olur. Əslində, biz brendin rənginə mən daha öncə paxlavanı da göstərəndə, bizim rombu göstərəndə, onun rəngi qara idi. Ağ və qara rənglərdən biz istifadə elədik. Bunun da səbəbi var. Çünki biz ekosistemi quranda orada fərqli rənglərdən ibarət fərqli loqolar var. Biz dedik ki, qara rəng yığıcı bir rəngdir. Bütün rənglərin cəmi qaradır. Və ona görə də ekosistemi sadə qara rənglə ifadə etdik. İkinci rəngimiz isə ağdır. Çünki ağ bir başlanğıcdır. Bütün rənglər ağdan başlayır. Yəni, bunun da arxasında bax belə bir fəlsəfə durur. Mən əslində təqdimatı daha nəzəriyyəyə əsasən də eləyə bilərdim. Amma düşündüm ki,
Bu slaydları məncə keçə bilərik. Düşündüm ki, nümunə əsasında göstərsəm daha aydın olar. Amma bir dənə də biz branding çalışmamızı bitirdik. Sloganı düşündük. By the way, bizim sloganımızda bir brendi üçün milyonlar üçün birdir. Bu sloganı düşündük. Daha sonra hansısa marketinq kommunikasiyasını buraxdıq. Bəs bunu necə ölçək? Biz necə başa düşək ki, bizim yaratdığımız brend, onun ötürdüyü mesaj auditoriyaya çatdı və auditoriya onu bizə lazım olan formada qavradı. Əlbəttə ki, ilk növbədə brand awareness və bu brand awareness mütəmadi əsaslarda ölçülməlidir. Biz onu ildə bir dəfə eləyirik. Amma kvartalda bir dəfədə brand health tracking deyilən bir metod var, araşdırma metodu var. Ondan istifadə edirik. Daha sonra NPS var, Net Promoter Score. NPS əslində yəqin ki, bir çoxlarınız tanırsınız. Bunu da ildə 2 dəfə eləmək kifayət eləyir, ildə bir dəfə də kifayət eləyir. Ondan sonra Customer Satisfaction Index var. O da artıq sizin təqdim etdiyiniz məhsuldan, məhsul, xidmət və yaxud kanaldan müştərinin nə dərəcədə razı qaldığını siz ölçə bilirsiniz. Və əlbəttə ki, Customer Lifetime Value var. Bu isə müştərinin sizin məhsulla ümumilikdə interaksiyada olduğu dövrü göstərir və siz mütləq bilməlisiniz ki, sizin müştərinin, sizin belə deyək də ekosisteminizdə lifetime-ı, yəni yaşama müddəti nə qədərdir? Çünki ona əsasən artıq başqa fərqli CVM aktivitelər eləyə biləcəksiniz. Belə, yəni yekunda yəqin ki, mənim artıq vaxtım da tamamlanır. Yekunda belə bir yekunlaşdırmaq olardı ki, bir brendi quranda biz diqqət etməliyik onun fəlsəfəsinə, strukturuna, brendin müştəriyə vəd etdiyi müştəri təcrübəsinə və onun təsir əhatə dairəsinə. Və ən əsası isə brend sadəcə bir loqodan ibarət deyil, brend onun yaratdığı dəyərdən ibarətdir. Və hər bir marketoloq, hər birimiz bazara hər nə isə təqdim eləyəndə, o təqdim etdiyimizin arxasında hansı dəyər durur? Biz müştəriyə nə ötürmək istəyirik? Onu mütləq dərindən düşünməliyik və o dəyərlərə sadiq qalmalıyıq. Bu qədər. Çox sağ olun. Maraqlı təqdimata görə Günel xanıma bir daha təşəkkür edirik. Çox sağ olun. Təbii ki, forumumuzun da məqsədi təcrübəli şəxsləri sizinlə görüşdürmək və onların bilik təcrübələrini sizə ötürməkdir. Növbəti panelimiz Böyük Qayıdış adlanır. Təbii ki, doğma Qarabağımıza işğaldan azad olunmuş hər bir ərazilərə qayıdış uğurla davam etməkdədir. Və bugün öz doğma yurdlarına, evlərinə qayıdan Azərbaycanlılar həm də minnətdardırlar. Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hər bir müharibə iştirakçısına. Çünki illər öncə biz bunu bir arzu olaraq vurğuluyurduq, istək olaraq vurğuluyurduq. Amma bugün biz orada görülən işlərdən danışırıq. Və hazırda istərdik ki, diqqətinizi ekrana yönəldəsiniz. Çünki doğma Şuşamızda görülən işlərə dair bir video çarxımız var. Gəlin diqqətlə izləyək. Doğma Qarabağımıza qayıtmaq üçün çox sevinirəm. 92-ci ildə 16 yaşımda çərk etmişdim məcburən. İndi isə 48 yaşımda qayıdıram. Çox sevinçliyəm. dəfə gəlirik Şuşaya. Biz xoş gəlmişik. Öz yurdumuzda ünlü qəşəng yaşayaq. Mehribanlıq olsun. Böyüklərimizi üstümüzdən ayırmasın. Uşaqlığımız, cavanlığımız
Şuşada qoyduq getdik. İndi qaydırıq o gözəl hisslərə yenə də, cavanlığımıza. Elə bilirik ki, yenidən biz orada cavanlaşacağıq. Şuşada hamıya xoşbəxt, gözəl günlər arzulayıram. Hamı gözəl yaşasın indən sonra. Şükür Allah'a, bugünü gördük, torpağımıza geldik, çatdıq. Düzdür, şəhid bacısı kimi bütün şəhidlərimizə rəhmət diləyirəm. Burada əziyyət çəkənlərin hamısına minnətdarımı bildirirəm. Şükür büyük günə, şükür. Allah şəhidlərimizə rəhmət etsin, qaziyə can sağlığı. Onların sayğasında burada prezidentimiz var olsun. Şükürlər olsun ki, bu günləri bizə yaşatdılar. Öz yerimizə, yurdumuza, elimizə, obamıza qayıtdıq. İşığı yerində, təmiri yerində, suyu yerində, hamamı yerində, hər bir şey yerindədir. Allah razı olsun. O qədər həsbənlik çəkmişik ki, ay Allah, belə bir günlərimiz olaydı. Təşəkkür edirik və qürurla, sevinclə, fəxarətlə bu görüntüləri izləyirik. Həmçinin vurğulayaq ki, o dəfələrlə evlərin, mənzillərin verilməsi proseslərinə də şahidlik etmiş bir şəxslər olaraq Facemark şirkəti ilə bərabər təbii ki, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birgə o tədbirlərdə iştirak etmişik. Çox qürurlu və sevincli bir anlardır. Hətta burada əyləşən bir neçə şirkətlərimiz var ki, onların filialları, nümayəndəlikləri də bizim doğma Qarabağımızda uğurla fəaliyyət göstərirlər. Onlara da bir daha sizin alqışlarınızla uğurlar diləyirik. Böyük qayıdış panelinə başlayırıq və bu panellə bağlı həm məlumat təqdim etmək üçün, həm də panel iştirakçılarını və moderatoru səhnəyə dəvət etmək üçün biz hazırda sözü Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini hörmətli Fuad Hüseynova ötürürük. Buyurun Fuad müəllim, söz sizdədir. Teşekkür ederim. Həqiqətən qürur verici kadrlardır. Və göz yaşı olmadan, yəni təsirlənmədən bu kadrları izləmək mümkün deyil. Ona görə mən hər birinizdən bir daha rica edirəm ki, bu şanlı tarixi bizə bəxş edən hər kəsə Müzəffər Ali Başkomandanımız başda olmaqla bir gürültülü alqışlar. Növbəti panel sessiyamız böyük qayıdışa həsr edilir və attığımız hər bir addımda unutmayaq ki, böyük qayıdış sadəcə bir köç deyil. Böyük qayıdış milli ruhumuzun, milli dəyərlərimizin, milli yaddaşımızın işğaldan azad edilmiş torpaqlarımızda yenidən doğuluşudur. Və hər birimizdən İstər dövlət qurumları, ictimai təsisatlar, özəl sektor, marketing mütəxəssisləri, media tərəfdaşları, hər birinizin üzərinə böyük bir vəzifə düşür ki, bu prosesləri
dolğun, düzgün təqdim edək, təbliğ edək və gələcək nəsillərə çatdıraq. Və bu baxımdan da əlbəttə ki, böyük qayıdış panelinin də əhəmiyyəti olduqca böyükdür və mən böyük məmnuniyyətlə ilk növbədə böyük qayıdış panelinin moderatorunam, mənim dəyərli dostum, tanınmış jurnalist, Baku TV Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri, diplomatiya jurnalistikamızın ən parlaq təmsilçilərindən biri Sevinç xanım Gülməmmədovanı səhnəyə dəvət edirəm. Və bir haşiyə çıxmaq istəyərdim icazənizlə. Sevinç xanımla biz 5 il öncə tanış olmuşduq və sonralar bu tanışlıq dostluğa çevrildi. Sevinç xanım məcburi köçkünlərin həyat şəraiti ilə bağlı bir süjet hazırlamışdı, rəsmilər, qeyri-rəsmi və yadımdadır ki, süjetin axırında Qarabağ şikəstəsi ifa olundu və orada əminlik bildirildi ki, bu vətən müharibəsindən bir neçə ay öncə, yəni düz 5 il 2020-ci ilin əvvəllərinə təsadüf edir və belə bir əminlik bildirildi ki, inşallah Qarabağ şikəstəsi tezliklə Qarabağımızda səslənsin və bugün artıq o gündür. Sevinç xanım, mən əminəm ki, sizin rəhbərliyinizlə, moderatorluğunuzla panel müzakirələri çox dolğun, səmərəli keçiriləcək. Sizi və bütün spikerləri əvvəlcədən salamlayıram, təşəkkür edirəm və işinizə uğurlar. Buyuruz. Çox təşəkkür edirəm sizə, hörmətli Fuad müəllim. Sizin də bizim dövlətimizə verdiyiniz töhfələr danılmazdır. Əziz konferans iştirakçıları, hörmətli qonaqlar, böyük qayıdış reallıqlar və perspektivlər mövzusunda keçirilən panel müzakirəsinə hər birinizi salamlayıram, xoş gəlmisiniz. Bu müzakirə çərçivəsində biz Azərbaycan üçün böyük əhəmiyyət daşıyan Böyük Qayıdış Dövlət Proqramının icrası ilə bağlı əsas məsələlərə birlikdə nəzər salacağıq. Amma Böyük Qayıdış deyəndə biz bu qayıdışı bizə yaşadanları da unutmamalıyıq. Bizim şəhidlərimizi, igid oğullarımızı. Ona görə də çox istərdim ki, şəhidlərimizin əziz xatirəsini ayağa qalxaraq sükutla yad eləyək. Çox xahiş edirəm. Daha sonra davam eləyəcəyik. Çox təşəkkür edirəm. Bildiyiniz kimi, 44 günlük vətən müharibəsindən sonra bölgədə tamamilə yeni bir dövr başlanıb artıq. Və bu dövr yalnız hərbi, siyasi, təbii ki deyil, həm də sosial, psixoloji və iqtisadi baxımdan da ciddi yanaşma tələb edir. Böyük qayıdış sadəcə insanların torpaqlarına fiziki şəkildə dönməsi deyil, həm də ruhən, fikrən gələcəyə inamla doğma yurda qayıdışdır. Və bugünkü paneldə biz bu prosesin müxtəlif tərəflərinə, insanlarımızın yeni həyata uyğunlaşmasından tutmuş, bölgədə infrastrukturun qurulmasına, ictimai dəstəyin və maarifləndirici kampaniyaların əhəmiyyətinə dək bir çox mövzulara toxunacağıq. Hamınızı aktiv müzakirəyə dəvət edirəm və hər bir fikrin bu proses üçün dəyərli olduğunu xüsusi vurğulamaq istəyirəm. İcazənizlə panel müzakirəsində iştirak edən qonaqları sizə təqdim etmək istəyirəm. Cənab İkram Rüstəmov, Nəfəs Psixonevroloji Sağlamlıq Mərkəzinin direktoru. Alqışlarınızla. Cənab Rəşad Hüseynov, Digesta Hüquq firmasının direktoru. Buradaydı. Ərşad Hüseynov, üzüldü sayın. Cənab Fuad Quliyev, Sinema Art MMC-nin direktoru. Cənab Rafiq Hunaltay, Facemark şirkətinin təsisçisi və indi isə icazənizlə çıxışlara başlaya bilərik. Hər kəs gəlsin. Hər kəs buradadır. Mən ayaq üstə duracağım. Çünki boyuma uyğun olmadığı üçün burada daha rahat olacaq mənə. Böyük qayıdış təkcə fiziki bir köç deyil, eyni zamanda insanların daxili dünyasında baş verən dərin bir psixoloji
prosesdir. Doğma yurda qayıdan insanlarımız çox vaxt müxtəlif çətinliklərlə üzləşirlər və bu çətinliklər onların gündəlik həyatına, özlərini rahat hiss etmələrinə və yeni mühitə uyğunlaşmalarına birbaşa təsir edir təbii ki. Belə bir mərhələdə insanların bir-birinə dəstəyi, ünsiyyət imkanlarının genişlənməsi və ümumi icma ruhunun yenidən formalaşması çox vacibdir. Eyni zamanda həm dövlət qurumlarının, həm də özəl sektorunun, brendlərin və müxtəlif təşkilatların həyata keçirdiyi maarifləndirici kampaniyalar bu psixoloji keçidi asanlaşdırmaqda önəmli rol oynayır. Elə bu mövzu ətrafında daha ətraflı fikir və təhlilləri bölüşməsi üçün sözü Nəfəs Psixonevroloji Sağlamlıq Mərkəzinin direktoru hörmətli İkram Rüstəmova vermək istəyirəm. İkram müəllim, buyurun. Fikirləriniz önəmlidir. Sevim xanım, çox sağ olun. Mən də hər kəsi salamlayıram və təşkilatçılara həm dəvət üçün, həm də belə bir gözəl təşkilat üçün dərin təşəkkürümü bildirirəm. Başda da Fuad müəllim və şirkət rəhbərləri olmaqla. Ümumiyyətlə, bu çox önəmli bir mövzudur. Amma nəzərə alsaq ki, bizim ölkəmizdə ümumiyyətlə psixolojik məqamlar çox vaxt biraz dırnaqarası baxılır, biraz məsələn, bizim biraz daha belə deyək, periferik zonalarda bu sözü çox eşidərsiniz. Psixoloji nədir? Yəni, havaya çıx, özünü biraz rahatlaşdır, nə bilim, dəniz qırağına get, düzələrsən filan. Yəni, biz psixoloji sıxıntıya biraz daha bəzən barmaqarası baxırıq. Amma xüsusilə köç prosesi, müharibə sonrası dövr, bu 1-ci Qarabağ müharibəsini nəzərdə tuturam və yeni bir müharibə və yeni bir sistem, artıq geriyə dönüş, bunlar hamısı insan psixikasında, əslində psixososial nöqteyi nəzərindən çox ciddi izlər buraxır. Bunlar müsbət izlər də olur, bunlar mənfi izlər də olur. Çünki, məsələn, buna bir nümunə olaraq belə bir şey deyə bilərəm. Hər biriniz əminəm ki, o müharibə dövründəki ruh halımızı xatırlayırsınız. Yəni, necə bir emosiya ilə hər şeyə baxırdıq. Yəni, cənab prezidentin tweetlərini necə gözləyirdik, televiziya çıxışlarını necə gözləyirdik. Hər kəs demək olar ki, restoranlarda, kafelərdə, evlərdə, yəni o çıxış anında hər kəs o anda televizorun qabağında ağızdan çıxan hər sözə, hər kəlməyə diqqətlə qulaq asırdı. Bu bir müddət sonra bu ekstaz halı təbii ki, artıq reallıqlara keçdi və biz təbii ki, çox şükür ki, zəfər qazandıq və bu zəfərdən sonra artıq yeni reallıqlar meydana çıxdı və biz artıq o yeni reallıqlara adaptə olarkən, öyrəşərkən müxtəlif müsbət və mənfi emosiyalarla qarşılaşırıq. Sualınızın daha konkret cavabına gələsi olsam, buradakı məsələ yenə biraz daha sadə baxmaq istəyirəm məsələyə. Məsələn, belə düşünün, dağlıq ərazidə yetişən, formalaşmış, bəlli bir yaşa gəlib çatmış bir insanı bir müddət sonra 30 il siz gətirib şəhər həyatında və ya müxtəlif öz, deyək ki, öyrəşmədiyi mühitlərdə yetişdirirsiniz. Orada böyüyür, yaşayır, adaptə olur, işləyir, evlənir və s. Və 30 il sonra yenidən bunu öz köhnə mühitinə qaytarırsınız. Hansı yaşda oradan çıxdığı, orada nələr yaşadığı, şəhərdə nələr yaşadığı, qayıdarkən hansı proseslərlə qarşılaşdığı, qayıdarkən orada gördüyü evinin, yurdunun, alışıq olduğu görüntünün, mühitin, belə deyək, qarşısına çıxmadığı, bunlar hər biri ayrı-ayrılıqda, yenə də deyirəm, həm müsbət, həm mənfi emosiyalar yaradır. Bu emosiyaların qabağını almaq üçün və ya bu mənfi emosiyaların təbii ki, müsbət emosiyaları onsuz da istəyirik. Mənfi emosiyaların yaratdığı, deyək ki, fəsadları, problemləri aradan qaldırmaq üçün birincisi, insanlar arası ünsiyyətin artması çox önəmlidir. Məsələn, əvvəl insanlar psixi problemlərdən niyə daha çox qorunurdular? Çünki qonşuluq münasibətləri vardı, qohumluq əlaqələri vardı, insanlar bir-birinin evinə rahat gedirdi, yəni heç kim zəng eləyib demirdi ki, evdəsiz gəlim. Yəni, gedirdilər, qapını açırdılar, girirdilər içəri. Amma indi hal-hazırda bu münasibətlər çox təəssüf ki, amma reallıq budur ki... Həm də emosional dəstək də çox önəmlidir. Onu ora gətirirəm sözümü. Yəni, münasibətlər, bu arada reqlamət varmı? Mən axşama qədər danışa bilərəm. Buyurun, danışın. Çox önəmli mövzudur. Bu mənada müsbət emosiyalar onsuz da bizimdir, amma mənfi emosiyalar əvvəlki o ünsiyyət proseslərinin olmamasının təbii ki, gətirdiyi bir boşluğu Travma var insanlarda, bəli. Biz travma sözünə də son vaxtlarda çox məna yükləmişik. Əslində, travmasız keçən bir uşaq
yəni yetişmiş bir insan var mı aramızda bilmirəm. Hər birimiz travmadan formalaşırıq. Yəni travma müəyyən qədər o qədər də pis bir şey deyil. İnsanı gücləndirir, formalaşdırır. Sadəcə o travmanın mahiyyəti biraz önəmlidir, bəlkə də ölçüsü önəmlidir. Yəni ora deyək ki, qayıtdığımız zaman o qonşuluq münasibətlərinin bərpa olunması, insanların bir-biri ilə münasibət qurmasının formalaşdırması, bəlkə də deyək ki, Əli əmi ilə deyək ki, Məhəmməd əminin çox yaxşı münasibəti vardı, amma bunların uşaqları ora qaydanda, məsələn, fərqli psixologiyada doğru münasibət qurmaya bilərlər. Bunların hamısı gətirib o adaptasiya prosesini müəyyən dərəcədə çətinləşdirir, problem yaradır. Bundan biraz başqa bir perspektivdən baxsaq, oradakı olan, deyək ki, insanların iş şəraitinin, oradakı həyat şəraitinin, yəni, məsələn, qaydanlardan çoxu nə deyir? Mənim burada, nə bilim, babamdan qalma 150 sot torpağım vardı. İndi deyək ki, mənim həyətim mənə bəs eləmir, məsələn, kimi şikayətlərlə qarşılaşırıq. Amma yeni reallıqları bu insanlara doğru çatdırılması, yəni, deyək ki, bir Füzulidəki yer evində yaşayan bir adamın hal-hazırda niyə bina evində yaşamalı olduğunun və ya onun o şəraitdə yaşamasının dövlət üçün, dövlət siyasəti üçün, orada olan, deyək ki, müxtəlif planlamalar üçün nə qədər əhəmiyyətli olduğunu o insana doğru anlatılması və bir də oradakı doğru ünsiyyətin qurulması, bütün bu problemlərin, yəni maarifləndirmə və ünsiyyətin artırılması, bu problemlərin, bu yaşanılan psixolojik adaptasiya problemlərinin azaldılması üçün önəmli bir köməkdir, dəstəkdir. Yəni, sualınıza biraz konkretləşdir. Bəs ən çox müşahidə olunan psixoloji çətinliklər hansılar olub? Yəni, burada yenə də əslində biraz bəhs elədim, adaptasiya problemləri ön plandadır. Yəni, bir adam burada depressiyadadırsa, orada da depressiyadadır. Yəni, söhbət klinik təbii ki, problemdən getmir. Amma ən çox adaptasiya çətinliyi. Çünki bir uşaq məktəb belə dəyişdirəndə, yəni bu Binəqədi rayonundan gedib Nərmanovda bir məktəbə gedəndə, orada belə bir adaptasiya problemi yaşayır. Düşünün, sizin bütün həyatınız dəyişir. Bir şəhərdən başqa bir şəhərə gedirsiniz. Nə qədər o şəhər sizin də olsa, siz 30 ildir o şəhər yaşayışından tamamən uzaqlaşmışsınız. Yeni bir mühitdəsiniz. Bura həm özünüz adaptə olmalısınız, həm ailəniz adaptə olmalıdır, həm iş yerinə adaptə olmalısınız və s. Biraz vaxt alır, düzdür, amma... Ya bunu asanlaşdırmaq üçün yenə də deyirəm, o insanların doğru maarifləndirilməsi, doğru dəstəklənməsi və bizim xalqın çox önəmli bir psixoloji xüsusiyyəti var. Bu çox önəmli bir xüsusiyyətdir. Və həqiqətən Allaha şükürlər olsun ki, bizim cənab prezident kimi bir rəhbərimiz var. Çünki bunu doğru, ağıllı və vətənpərvər şəkildə idarə etməsini çox yaxşı bacaran bir rəhbərdir. Biz xalq olaraq motivasiyadan müvəffəqiyyətə gedən bir xalqıq. Yəni, biz emosiyamızdan işləyirik. Emosiyalarımız bizim məntiqimizin önündədir. Ona görə bizim emosiyalarımızı doğru yönəltdiyi zaman, yəni dağları da aşarıq, bacarmadığımızda iş olmaz. Yəni, bu motivasiyanı insanlara doğru vermək lazım. Çox təşəkkür edirik dəyərli fikirləriniz üçün. Və böyük qayıdış prosesi təkcə evlərin tikilməsi və torpaqların minalardan təmizlənməsi ilə bitmir, təbii ki. Və insanların doğma yurdlarına qayıdışı üçün əsas şərtlərdən biri də rahat, təhlükəsiz və davamlı nəqliyyat sisteminin də qurulmasıdır. Regionlara geri dönüşün real və davamlı olması üçün yolların çəkilməsi, ictimai nəqliyyatın təşkil olunması və logistika məsələlərinin də düzgün planlanması da olduqca vacibdir. Bu sahədə görülən işlər təkcə texniki deyil, həm də simvolik əhəmiyyət daşıyır. Çünki yol olan yer, həyat olan yerdir. Elə deyimi bugün də daha da mənalı səslənir. İndi isə mövzuya daha dərindən baxmaq üçün sözü hörmətli Ərşad Hüseynova verirəm. Buyurun, Ərşad müəllim. Salamlayırıq sizi bir daha. Çox sağ olun, Sevinç xanım. Təşəkkür edirəm sizə, minnətdarlığımı bildirirəm. Forum təşkilatçılarına minnətdarlığımı bildirirəm və Dövlət Qaçqın Qonumu rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bu mövzuda çıxış eləmək üçün məni seçdilər. Doğrudan da çox maraqlı mövzudur. Hər kəsi maraqlandıran bir mövzudur. Nəinki orada yaşayanlar, bütün cəmiyyətimizi və bizim hətta dostlarımızı da maraqlandıran bir mövzudur. Və əgər söhbət nəqliyyatdan, yoldan gedəcəksə, əvvəlcə ondan başlayaq ki, bugünkü gün bizim ölkəmizin qarşısında duran bir nömrəli vəzifə ora həyatı qaytarmaqdır. Amma təbii ki, bu həyat ora yolla qayıtmalıdır, nəqliyyatla qayıtmalıdır. Yəni, müasir dövrün çağırışları budur ki, öncə yol çəkilməlidir, orada nəqliyyat işləməlidir
və ondan sonra da biz o reinteqrasiyanı uğruna həyata keçirə bilərik. Hətta mən biraz qabağa da getmək istərdim. Siz o vaxtın xronikalarını yəqin ki, gözünüzün qabağına gətirirsiniz. Ora bizim şanlı ordumuz tərəfindən azad olunanda elə ilk nəqliyyat, kommunikasiya, logistika işlərinə başlanılmışdı. Hətta Zəfər yolu hər kəsə məlumdur. Bilirsiniz, belə bir şanlı bir yolumuz var bizim. Özdə nəyə görə şanlı yol dedim? Çünki Şuşaya gedən yol ordumuzun yolu, məhz oradan keçmişdi və simvolik olaraq da elə həmin ərazilərdə bərpa olunan, müasir tələblərə cavab verən ilk yolumuz məhz Zəfər yoludur. Uzunluğu 101,5 km olan bu yol, bilirsiniz. Həmin yolu elə ordumuz açdı, döyüşə açdı. Ordumuzun o nəqliyyat, logistika işinə məsul olan bölmələri açdılar. Onun yerində də yol quruldu. Bu da təsadüfi deyildi. Dediyim kimi, həyat yolla qayıtmalıdır, nəqliyyatla qayıtmalıdır. Müasir dövrdə nəqliyyatla bağlı maraqlı yanaşmalar var. Bilirsiniz ki, nəqliyyat iqtisadiyyatın çox vacib bir sahəsidir. Çünki nəqliyyat özü də biznesdir. Həm də nəqliyyat, həm də sadəcə biznes deyil. Nəqliyyat iqtisadiyyatın, sosial həyatın bütün sahələrini bir-birindən əlaqələndirən bir fəaliyyətdir. Amma burada bir üçüncü komponent də var. Nəqliyyat müasir insan üçün həm də komfortlu, rahat həyatdır. Əgər rahat nəqliyyat olmayacaqsa, orada hansısa komfortdan, hansısa gündəlik, rutin həyatın normal keçməsindən söhbət gedə bilməz və təbii ki, bütün bunlar hamısı nəzərə alınaraq azad olunan ərazilərdə reinteqrasiyanın ilk mərhələsi olaraq məhz yolların bərpasından, nəqliyyatın bərpasından başlanılmışdır. Təsadüfi deyil. O ərazilərdə həqiqətən də dövlətimizin yatırdığı iş sərmayələr məhz nəqliyyata yönəlmişdir. Özü nəqliyyatın bütün sahələrdə. Avtomobil yollarının tikintisi, sonra dəmir yollarının bərpası, hava limanlarının tikintisi və s. Deməli, məlumatlar çoxdur, açıq rəqəmləri çox səsləndirib sizi yora da bilərik. Düşünürəm ki, ehtiyac yoxdur. Amma qısaca deyim ki, bu dəqiqə həmin ərazilərdə təxminən 3400 kilometr uzunluğu olan yollar tikilir. Şərt olaraq 44 yol adlandırılır və nəyə görə şərt olaraq deyirəm? Çünki ərazi o qədər böyükdür ki və məskunlaşma davam elədikcə təbii ki, o yollar genişlənəcək. Məsələn, sadəcə bir fakt deyim ki, təkcə Laçın rayonunun ərazisində işğaldan əvvəl təxminən 550 kilometr kənd yolları var idi. O yollar təbii ki, hamısı bərpa olunacaq və o bərpa olunanda 3400 kilometr yox, yəni ki, oradakı tikiləcək yolların kilometrajı gedib 6, 7, 8 minə çatacaq. Bəlkə də biraz uzun oldu və yol tikintisi elə işdir ki, məsələn, bu dəqiqə ən yaxşı infrastruktur olan rayonlarımızda da belə yol tikintisi davam edir. Məsələn, Toqqəbəy rayonunda bugün də yol tikilir. Gədəbəydə bugün də yol tikilir. Təbii ki, orada da davam edəcək. Amma oradakı tikintinin hədəfi tamam başqadır. Biz bütün dünyaya göstərməliyik ki, bura həyat qayıdır, özü də çox ləyaqətlə qayıdır, çox möhtəşəm surətdə qayıdır. Həm də iqtisadiyyatın, həyatın yenidən canlanmasına da təkan verir. Reinteqrasiyanın elə ən böyük predmetlərindən biri odur ki, ərazi yenidən mənimsənilməlidir, kəndlərimiz tikilməlidir, iqtisadi potensialdan istifadə olunmalıdır və insanlar öz fəaliyyətlərini orada davam etdirməlidirlər. Yollarla bərabər həm də dəmir yol xətləri yenilənir, tikilir. Artıq dedim, aeroportlar tikilməyə başladı və təsadüfi deyil ki, o ərazidə, azad olmuş ərazilərdə hələ belə deyək, müharibənin, qələbənin bir ili tamam olmamış ilk hava limanı, Füzuli hava limanı istifadə verildi. Təxminən 2021-ci ilin noyabr ayında. Ondan bir il sonra növbəti bir hava limanı istifadə verildi. Zəngilan hava limanı. Və inşallah yaxın bir neçə gündə Laçın hava limanı istifadə veriləcək və Laçın hava limanı öz texniki göstəricilərinə görə ümumiyyətlə çox möhtəşəmdir. Məsələn, ən başlıca elementlərindən biri odur ki, Azərbaycanın ən hündürdə olan hava limanıdır. Çox çətin bir relyef şəraitində. İndi inşallah görəcəksiniz bunu. Sonra dəmir yol bərpası ilə bağlı ciddi işlər gedir və özdə burada bir incəlik var. Ərazilər bilirsiniz, sadəcə orada yaşayacaq və ölkənin iqtisadiyyatını, öz töhfəsini verəcək şirkətlər, insanlar üçün deyil. Bu ərazidən keçən dəmir yol və avtomobil yollarının bir hissəsi də
bizim orta dəhliz kimi ölkəmiz üçün çox vacib olan, hətta təkcə bizim ölkəmiz üçün yox, bir sıra bizim qardaş türk dövlətləri, hətta uzaq Çin üçün çox mühüm əhəmiyyət daşıyan, özü də siyasi əhəmiyyət, iqtisadi əhəmiyyət daşıyan orta dəhliz üçün də vacibdir. Məşhur, hər kəsin eşitmişsiniz, Horadiz, Ağbənd, sonra Qərbi, Zəngəzur və oradan Naxçıvan istiqamətində, bəli. O yollar, dəmir yollarda bərpa olunur, avtomobil yollarda bərpa olunur. İşlərin böyük bir qismi artıq yerinə yetirilibdir. Ona görə də düşünürəm ki, biz bu işlərin gözəl nəticələrini görəcək. Və sonda bir sevindirici məlumat da deyim, elə bugün Ağdam şəhərində, elə bugün Ali Baş Komandanının xeyir duası ilə avtovağzal və dəmir yol vağzal kompleksi istifadəyə verildi. Düşünürəm ki, bu işlər davam edəcək. Sağ olun. Bəs sizin fikrinizcə nəqliyyat və logistika sistemlərinin regionların sosial-iqtisadi həyatında təsiri necə qurulmalıdır? Bəli, bu çox vacib məsələdir. Burada həm iqtisadi tərəfləri var, bunu bayaq dedim, həm də müasir, komfortlu həyatın təmin olunması üçün çox vacibdir. Məsələn, bir 40 il bundan əvvələ qayıtsaq, mən özüm də orada Laçında doğulmuşam və hər şeyi o vaxt görmüşük. Məsələn, o vaxtı kimsə Laçından Bakıya gəlmək istəyəndə rahat bir sutkaya yaxın, bir 24 saata yaxın vaxtını sərf eləməyə hazır idi. Çünki bilirdi ki, hansısa kənddən gələcək rayon mərkəzinə, oradan bir yalnız avtobus var, ondan gələcəkdi paytaxta. O avtobusun da Laçından Bakıya gəlməyi təxminən bir 10 saat çəkirdi. Amma indi elə yollar tikilir ki, və müasir insanların tələbi budur ki, mən nəyə görə ölkənin o başından bu başına deyək ki, bir günə gəlməliyəm. Həmin yollar elə təmin eləməlidir ki, yəni bu həm logistikanı, həm də insanların daşınmasını biz tutaq ki, elə yarım günə gələr, hətta Bakıda bir işimiz var idisə onu görək və axşam evimizə geriyə dönək. Elə ona görə də, bax, görürsünüz, hava limanları da tikildi, dəmir yolları bərpa olunur. Yeri gəlmişkən dedim ki, Ağdamda artıq dəmir yol vağzalı tikildi və artıq istifadəyə verildi. Onun Xankəndiyə qədər uzanan bir hissəsi var, o vaxt var idi. O istiqamətdə də layihələndirmə işləri gedir. Hətta mən bilən artıq tikinti işlərində də başlanıbdır. Mən düşünürəm ki, burada həm insanların vaxtından düzgün istifadə eləməsi, həm rahat yüklərin daşınması, ümumiyyətlə bütövlükdə orada həyatın, iqtisadi həyatın deyək, sosial həyatın deyək, qaynaması üçün həmin nəqliyyat, logistika və infrastruktur işləri çox vacibdir. Çox təşəkkür edirik. Böyük qayıdış prosesi təkcə keçmişin bir xatirəsi deyil, eyni zamanda gələcəyə ümid və ruh verən bir çağırışdır. Bu qayıdışı sənədləşdirmək insan hekayələrini, Qarabağın dəyişən simasını video vasitəsilə göstərmək ictimaiyyətə çox güclü təsir edir və dron görüntüləri, simvolik kadrlar, real həyat hekayələri və s. bu prosesin daha yaxşı anlaşdırılması üçün və hiss olunmasına kömək eləyir. Xüsusilə həyat hekayəsi yanaşması, yəni məcburi köçkünlərin keçmişini, bugününü və gələcək planlarını vizual şəkildə təqdim etmək həm emosional bağ yaradır, həm də eyni zamanda onların qayıdışını daha təsirli şəkildə göstərir. Bu mövzuda daha ətraflı fikirlərini bölüşməsi üçün sözü Sinema Art şirkətinin direktoru hörmətli Fuad Quliyeva verirəm. Buyurun Fuad müəllim, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Bu audio-vizual sahə ümumiyyətcə götürəndə dünyada ən güclü təbliğat vasitələrindən bəlkə də birincisidir. Həm bunun reklam çəkilişləri deyək, həm deyək ki, ümumi kadrlar, dron kadrları, bütün bu çəkilişləri nəzərə alsaq, bizim birinci növbədə ən öndə durduğumuz məsələlərdən biri təhlükəsizliklə bağlı insanların maarifləndirməkdir. Bəli. Bu, həm video çarxlarımızda, həm deyək ki, qrafik çarxlarımızda, animasiya çarxlarımızda bu birinci növbədə durur. Çünki insanların ora köçüşü zamanı müxtəlif, orada 30 il müddətində yaranmış, deyək ki, düşmənlər tərəfindən yaradılmış, orada mina deyək, partlamamış sursatlar deyək, bunlardan təhlükəsiz formada yan keçmək və orada yaşayışlarını davam etdirmək üçün birinci növbədə bizim məqsədimiz bu çəkilişlərlə bağlı
insanların tam olaraq maarifləndirməkdir. Və bunun biz onlarla belə bir şarxlar hazırlayıb təqdim eləmişik, hansı ki, bu dünyada bu tip işlərdə, bu tip layihələrdə biz görürük ki, maarifləndirilər nə qədər az olursa, bir o qədər tələfat da çox olur, deyək ki, yaralılarımız da çox olur. Bunun maksimum birinci növbədə bunun qarşısını almaqdır bizim işimiz təbliğatla bağlı. İkinci məsələmiz burada bizim gənclərimizin, deyək ki, Azərbaycanın Bakıda deyək ki, komfort zonasında hər bir əl çatan, istənilən şəraitdə yaşayan bir gəncin deyək ki, bəlkə də özündə sual yarada bilər ki, mən orada gedib nəyinə məşğul ola bilərəm? Yəni, əslində götürəndə böyük işlər görülüb. Qarabağımızda böyük işlər görülüb və bunun həm bunun belə deyək, əyləncə tərəfindən danışsaq, həm bunun deyək ki, məişət və bunun orada iş tapmaqdan tutmuş bütün sahələrdə bütün böyük işlər görülüb. Sadəcə olaraq bunun maarifləndirmə, bunu vizual formada insanlara suallar, fikirdə olan sualları yox etmək üçün bizim birinci vasitəmiz audiovizual işlərin düzgün aparılmasıdır. Və bununla bağlı mən düşünürəm ki, çox böyük işlər görmüşük son müddətdə. Görünən biz danışdığımız insanlar var ki, birinci bunun həm də belə deyək, həlli yolunu necə tapmalıyıq, bunu düşünəndə biz, burada birinci bunun sorğu formasını keçirmək, yəni insanlardan sadəcə sorğu keçirmək. Siz nə gözləyirsiniz, siz necə olmasını düşünürsünüz? O sorğu üzərindən daxildə bu video çarxların hazırlanması, insanlara çatdırılması və bunun digər tərəfi dünyada bizim deyək ki, həmin bu filmlərin, video çarxların, reklamların yayılması üçün deyək ki, hansısa bir böyük bir festivalda ola bilsin ki, bizim filmlər birinci yer tutmasın. Ən əsası orada iştirak eləməkdir və orada həmin roliklərin ən azı bir dəfə böyük bir tamaşaçı kütləsində onu göstərilməsidir. Çatdırmaqdır, bəli. Bəs Qarabağın vizual filmini formalaşdıran elementlərdən istifadə zamanı ən çox nəyə diqqət yetirirsiniz? Əslində bu sual çox geniş cavab vermək olar. Əslində elementar orada yaşayan insanların ora getmə həvəsindən götürsək vəziyyəti, Qarabağda deyək ki, mən şəxsən belə deyim, mən özüm Ağdamdan, əslən Ağdamdandır mənim əslim. Mənim özümə bir borc bilirəm bunu. Yəni, burada hər bir... Vətənpərvərlik hissidir. Bəli. Yəni, 30 il ərzində mən ora 4 yaşımda olmuşam və indi mən ora gedə bilirəm və mən özümə böyük bir borc hiss edirəm ki, mən hansı vasitə ilə mən ora bir töhfə verə bilərəm. Yəni, bu mənim daxili bir borc sayıram özür və bu formada heç deyək ki, o ərazilərdə böyüməyən, yetişməyən gənclərimiz var ki, alışıb yanlar nə isə göstərdi. Yəni, mən öz sahəmdən danışıram ki, mən rejissor tərəfindən baxıram məsələyə, operator tərəfindən baxıram məsələyə. Çox çəkmək istəyirlər, göstərmək istəyirlər, filmlər çəkmək istəyirlər. Hər kəs can atır da, töhfə vermək üçün, təşəbbüs göstərirlər. İndiki halda bizim o təhlükəsizliklə bağlı məsələlərimiz var ki, hansı ki, biz kütləvi formada biz bu işləri eləyə bilmirik. Amma düşünürəm ki, gələcəkdə artan istiqamətdə gedirik və bundan sonra da çox böyük işlərə və filmlərə, reklamlara imza atacağıq. Biz də buna ümid edirik və həmçinin sosial media üçün hansı video formatlar bugün auditoriyada daha güclü emosional rezonans yaradır? Əslində, sosial medianı götürəndə ayrılıqda biz sosial mediadan istifadə edirik həm də bir bayaq dediyim kimi dünyaya çıxış kimi. Yəni, deyək ki, bütün insanlara bunu tanıtmaq məqsədi ilə, yəni daxili yox, həm də xarici vətəndaşların bunu görməsi üçün. Burada deyək ki, müəyyən detallar var ki, indi mən onu belə texnik formada izah eləsəm, mən bilməm nə qədər uyğun olacaq. Müəyyən detallar var ki, orada musiqinin seçilməsi, kadrın qurulması, deyək ki, çəkiliş zamanı gün işığının belə hansı istiqamətdə olması
dünyada belə bir bu forma roliklərin qəbul olunmasına və sevilməsinə birbaşa zəmin yaradır. Yəni biz bunun texniki həllini bildiyimizə görə belə o terminləri izah eləmək istəmirəm sadəcə olaraq. Ona görə belə deyək, formatlar var. 16-9 format var, 9-16 format var. Çəkilişin gündüz gecə aparılma qaydaları var. Yəni bunları artıq biz peşəkar yanaşmadır. Peşəkar yanaşmadır ki, biz bunu qarşısında yetəri qədər tamaşaçı sayı yığa bilirik. Çox təşəkkür edirik töhfənizə görə. Sağ olun. Və bugün kontent sadəcə məlumat ötürmək deyil, o insanlarda düşüncə formalaşdıran, davranışa təsir edən və emosional bağlılıq yaradan ən güclü vasitələrdən birinə çevrilir və böyük qayıdış kimi vacib bir prosesdə bu daha da ön plana çıxır. Qayıdışı daha geniş kütləyə tanıtmaq, bölgələri daha yaxşı tanıtmaq və insanlarda maraq oyatmaq üçün müxtəlif kontent növləri, yazılı materiallar, videolar, sosial media paylaşımları olur, infoturlar və sahəyə yönəlik kampaniyalar çox böyük rol oynayır. Məsələn, Laçında həyat yenidən başlayır kimi sadə amma təsirli şüarlar insanlarda güclü assosiasiyalar yaradır. Bu işdə gənclərin, qadınların və sahibkarların daha fəal iştirak etməsi üçün kommunikasiya strategiyalarının məqsədyönlü və davamlı şəkildə qurulması çox vacibdir. İndi bu mövzu ətrafında təcrübə və fikirlərini bizimlə bölüşmək üçün sözü Facemark şirkətinin təsisçisi hörmətli Rafiq Hünaltaya verirəm. Buyurun Rafiq müəllim, xoş gəlmisiniz. Sevinç xanım, çox sağ olun. Mən də təşkilatçılara təşəkkür edirəm. Deməli, siz kommunikasiya hissəsinə toxundunuz. Mən dəyərli spikerlərimizi də dinlədim və oradan özümə alıntılar götürdüm. Amma mən sizin sualınıza cavab verməmişdən öncə bir qısa not keçmək istəyirəm. Əslində, bizim bu hadisə, böyük qayıdış hadisəsi, marketinq, yəni hadisənin fəlsəfəsi marketinqdən çox sıx bağlıdır. Niyə indi onu deyəcəm? Ümumiyyətlə, burada bir çox insanlar, marketoloqlarda əksəriyyət və onlar da yaxşı bilirlər ki, bu işin nəzəriyyəsini marketinq öz kökünü hərb elmindən götürüb. Yəni, hərbidəki strategiyalar sonralar marketinq strategiyasına çevrilib. Nəyə görə? Çünki hərb strategiyaları daha dəqiq olur və orada səhvə yer yoxdur. Səhv ölüm deməkdir. Marketinq strategiyasında isə kampaniya keçirərsən, tutmaz deyərsən ki, müdür bir də gələn dəfə eləmərəm. Başqa cür olar, amma hərbdə belə olmur. Ona görə marketinqdə özünün kökünü hərbdən götürür. Bizim böyük qayıdış hadisəsi, böyük qayıdış prosesinin özü ilkin etapını, bayaq İkram müəllim də çox yaxşı qeyd elədi, emosional mərhələsini bəlkə də bitirib, bəlkə də bitirmək üzrədir. Bizdə də böyük qayıdış hadisəsi ilkin olaraq hərb hadisəsi idi. İlkin etapında hərb hadisəsi idi və burada insanlar sorğulamadan, ki elə də olması lazım idi daha çox, sorğulamadan vahid məqsəd uğrunda hamı öz gücünü səfərbər eləmişdi. Bu işin marketinq fəlsəfəsində isə indi növbəti mərhələsi gəlir. Biz böyük qayıdışı hərb hadisəsindən mədəniyyət hadisəsinə çevirməyi bacarmalıyıq. Bundan sonrası biz tutduq, oranı aldıq. Bunlar hamısı çox gözəl, əla və biz haqqımızı geri almışıq. İndən sonrası mədəniyyət hadisəsi olmadıqca biz insanlarda ora bağlılığın daha da möhkəmlənməsində çətinlik çəkəcəyik. Baxın, bu günləri bizim işğaldan azad, heç işğal olunmamış rayonlarımız var, amma biz yenə də oradan Bakıya köçün qarşısını ala bilmirik. Düzdürmü? Müəyyən çətinliklər çəkirik. Biz necə tamamilə dağıdılmış ərazilərdə indi ora nə qədər insanlar köçüb, nə qədər də çox böyük işlər görülüb. Bəs oradakı insanlar əvvəlki şəraitlərini bir çoxu bəlkə bir neçə ilə bərpa eləyəcək, bəlkə bir çoxunda heç əvvəlkindən də daha yaxşıdır. Amma o bağlılıq, o ekosistem, o sosiallaşma mühiti bəlkə illər alacaq. Bəs biz necə edək bağlılıq yaradaq? Bu marketinq hadisəsidir. Bu marketinq hadisəsi və bu mübaliğə predmeti deyil. Mübaliğə şişirtmədir, təbliğat isə olanı düzgün formada göstərmək deməkdir. Marketinq də olanı düzgün formada göstərmək deməkdir. Yəni biz marketinq işinlə məşğul olmasaq bu işin kökündən gördüyümüz hər şeydə müəyyən əskiliklər yaranacaq. Məsələn, bunu belə deyək də, dəyəri bilindən çox azdır. Dəyəri bilindən amma az çoxdur. Çünki biz əgər burada İkram müəllim yaxşı bir nöqtəyə toxundu, dedi ki, emosional xalqıq da biz, düzdürmü? Əslində dünya marketinq tarixində də belə bir şey var ki, dünyada qərarların 90% emosional qəbul edilir, amma rasional əsaslandırılır.
Biz indi bunun tərsini etsək, mən düşünürəm ki, müəyyən çətinliklərlə üzləşə bilərik. Məsələn, biz emosional qərarı qəbul edib rasional əsaslandırırıq. Amma biz rasional qəbul edib emosional əsaslandırsaq, bir dolambaza girmiş olacağıq. Məsələn, biz bu gün deyək ki, yaxın, əgər bu indiki belə deyək, emosional mərhələni bitirmişiksə, emosional mərhələdə sorğulama hissəmizdə özümüzdə o haqqı çox da tanımırdıq. Məsəl üçün deyirdik ki, onsuz da o qədər belə deyək də qurbanlar verilib, bu qədər iş görülür həqiqətən də. Yəni görülən işlər məncə dünya tarixində azad edilən torpaqlar üzrə geri qayıdışı bu qədər sürətdə eləyən mən ikinci bir tarixi belə hadisə yəni rastlaşmamışam. Bu biz o tarixin bir parçası olduğumuz üçün çox qürurluyuq. Amma eyni zamanda özümüz də özümüzün daha yaxşı versiyasını yaratmalıyıq. Gördüyümüz işlərin daha yaxşı versiyasını yaratmalıyıq və bu hissədə o fəlsəfə bizim köməyimizə gəlir. Marketinq bizim köməyimizə gəlir. Bəlkə də bir çoxlar düşünə bilər ki, böyük qayıdış və marketinq kök burdadır. Biz artıq mədəniyyət hadisəsinə marketinq alətlərindən nail olacağıq. Biz marketinq kommunikasiyası kökün təzahürüdür. Biz təzahürlə oynasaq, kökü sağaltmasaq, onda yenə təzahürlər bizi idarə eləyəcək. Mən bayaq qeyd elədiyim emosional qərar və rasional əsaslandırmada biz məsələn bu günləri müəyyən şeylər həm sahibkar kimi olsun, həm adi vətəndaş kimi kənardan gördüyüm müşahidələrimi bölüşürəm. Məsələn biz emosional qərarın əvəzinə emosional əsaslandırma eləyib, amma rasional qərar verəndə məsələn tutalım ki, əraziyə qayıtmış bir məcburi köçkünə deyəndə ki, bax sən heç o vaxt belə evin yox idi misal üçün. İndi sənə dövlət belə bir ev verib. Bu nədir? Rasional əsaslandırmadır. Düzdür. Rasional əsaslandırma bir nöqtəyə qədər işləyir, amma bir nöqtədən sonra işləməyəcək. Ona artıq əslində biz emosional əsaslandırma verməliyik. Bizim oradakı hissəmiz bəli başa düşüləndir və yaxud tutalım ki, kəndlər birləşir. Siz bilirsiniz ki, bir çox kəndlər əvvəlki kimi olmur. Tutaq ki, o dövrün şərtlərinə görə bir çox kəndlər birləşib. Bunu biz rasional əsaslandırması da var, amma bunun daha çox emosional əsaslandırması da olmalıdır eyni zamanda. Çünki adam deyir ki, ev yox, mənə xoş idi. Misal üçün deyirəm ki, mənə xoş idi, mən elə dolambac yollarına gəlib gedəydim. Və yaxud gedib qonşunun kəndində məktəbdə oxuyardım. Öz kəndimdə elə məktəb olmasa ev yox, mən elə vaxt belə görmüşəm. Amma bu günün şərtləri və indi yeni reallıqlar deyirik də. Onlar tələb edir ki, artıq görürsünüz, məsələn, müəllim də, Ərşad müəllim də bildirdi ki, insanlar daha istəmir 24 saata gəlsin Bakıya. İstəyirlər daha tez müddətə gəlsinlər. Və biz, yəni bunu nəyə görə deyirəm, mən texniki hissələrə qoşulmadan marketinq hadisəsinin kökünə ki, nə qədər vacibdir, biz bundan sonra bu hadisəni mədəniyyət hadisəsinə çevirək. Mədəniyyət hadisəsinə çevirmək hardan gəlir? Kontentdən gəlir. Yəni biz düzgün necə göstərə bilərik? Necə təbliği, yəni müəyyən şeyləri insana necə qəbul etdirə bilərik? Biz əgər qəbullanmamızı və davranışlarımızı düzəltsək, yanaşmaya, böyük qayıdışa yanaşmaya. Orada biz bütün görülən işlərdə həm özümüzə tənqidi yanaşa bilərik, eyni zamanda özümüzə də daha barışçıl və belə daha səbirli mövqedə sərgiləyə bilərik. Çünki bəzi şeylər var ki, 30 il ərzində dağıdılmış bir şeyi 1 ildə, 5 ildə olduğu kimi bərpa eləmək mümkün deyil. Bəlkə də çox çətindir. Amma biz onu etməliyik. Etməliyiksə bizi ora itən səbəb, itələyən səbəb emosional belə deyim də bir əsas olmalıdır. Emosional bir güc olmalıdır. Necə ki biz emosional güc olaraq qalib gəldik o hissəmizdə. Artıq bundan sonraki proseslərdə də biz o emosional gücümüzə güc verib, amma eyni zamanda da gördüyümüz işləri düzgün əsaslandırmağa keçməliyik. Biz bu günləri kontent strategiyamızda biz bunu etdik, siz görün. Yox. Biz sizin görmək istədiyinizi necə edə bilərik prizmasından yanaşmalıyıq. Yəni biz sizin görmək istədiyinizi, çünki bir nöqtədən sonra orada olan hər bir sakinin emosional hissləri itəcək. Düzdür. O artıq öz məktəbinlə bağlı tələbləri formalaşacaq, övladınla bağlı tələbləri formalaşacaq və bizim artıq orada həqiqətən də psixoloqlar məsələyə girməlidirlər ki, oradakı insanları orada saxlayan, oranı inkişaf elətdirən səbəblər nələrdir? Məsələn, bu günləri biz deyək ki, övladımız məktəbi dəyişməsə, dəyişdirmək istəməsək, köç edə bilmirik, düzdürmü? Nə qədər valideynlər var ki, sırf övladının təhsilinə görə olduğu şəhəri, olduğu yeri dəyişmir. Orada da eyni şeydir. Bəs deməli biz orada necə yəni daha yaxşı şərait yaranmalıdır, daha sosiallaşmaq üçün, iş yerləri üçün və s. üçün. Yəni kontent bu işin belə deyim, bəli köküdür, amma mən təklifim də budur ki, bir həm sahibkar kimi olsun, həm yaxşı müşahidəçi kimi hesab eləyə bilərəm özümü ki, biz o işin biraz da
yəni subyekt yox, elə obyekt tərəfindən baxaq. Yəni o qarşı tərəfdən empati hissi ilə baxaq ki, biz yəni bir nöqtəyə qədər o hisslə yaşayarıq da. Ondan sonra artıq belə deyim də, Laçında olan istənilən bir vətəndaşla tutaq ki, Qəbələdə olan vətəndaşla heç bir fərqi olmamalıdır. Bir nöqtədən sonra. O da Azərbaycan vətəndaşıdır, o da Azərbaycan vətəndaşıdır. Yəni biz mütəmadi ora deməli fərqli yanaşma sərgiləyə bilmərik. Onun da bir müddəti var, o müddət keçməlidir. O müddət içində biz insanların beyinlərindən düzgün işləməliyik. Buna indi biz resurs iqtisadiyyatı var, davranış iqtisadiyyatı var. Biz resurs iqtisadiyyatı məsələsini bitirməliyik. Orada biz sənə yaxşı məktəb tikdik, onu tikdik, bunu elədik. Bunlar çox gözəl, çox əladır. Artıq biz davranışı necə iqtisadiyyata çevirək, onların davranışlarını necə idarə edək, ona fokuslanmalıyıq və o hissədə bizə təbii ki, content rol güclü rol oynayır və bu işi görən Azərbaycanda çox gözəl şirkətlər var. Onu edirlər bu gün, amma mən hesab edirəm ki, bundan sonra daha çox fokus bu hissəyə olmalıdır. Bəs hansı kontent strategiyaları daha effektiv olub indiyənə kimi? Kontent strategiyaları təbii ki, işin hər bir mərhələsinin özünə məxsus kontent strategiyası var. Necə ki, biznesdə hər bir məhsulun özünün həyat dövranı var. Anadan olma, inkişaf, kulminasiya, sonra ölüm. Bu formatda da elə bizdə də, biz indi deyək ki, emosional forması hissəsində ki, idik, deyək ki, müharibənin bitməsinin ilk illərində, ona uyğun kontent hissəsi daha emosional köklərindən idi. Bugün biraz daha səngimiş, daha belə deyək də rasionala doğru gedən istiqamətdədir. Bunlar var, amma ora kontentin əsas strategiyası bugün məncə köçənlilər qədər yerdə qalanlar üçün də formalaşmalıdır. Çünki biz ora təkcə ora köçən 30 min, 50 min, 100 min adamla bağlı deyil, buradakı olan insanlarla bağlıdır. Biz orada görülən işləri burada göstərib, buradakı insanları da biz məlumatlandırmalıyıq ki, o köç prosesi daha təbii və daha sürətli keçsin. Bəs bu gəncləri cəlb etmək üçün hansı yeni yanaşmalar tətbiq oluna bilər? Gəncləri və sosial qrupları. Yəni, normalda bir gənci bir şeyə bağlamaq üçün strategiya nədirsə, mənə görə, elə bizim işğaldan azad olunan ərazilərimizdə də yaşayan gəncləri bağlamaq strategiyası eynidir. Gənc nə istəyir bugün? Bugün gənc ən son texnologiyalara çox sürətli çıxış istəyir, deməli orada olmalıdır. Bugün gənc sosiallaşmaq istəyir, deməli orada olmalıdır. Bugün gənc, misal üçün, daha sərbəst qərarlar vermək istəyir, bəzi qayğılardan özünü azad görmək istəyir. Azərbaycan gəncindən gedir söhbət. Bu dünyada da trenddir, zaten bizdə də elədir. Onların hər biri orada da baş verməlidir. Əslində, bir çox hallarda dövlətimiz ora daha xüsusi, güzəştli yanaşmalar bizim ümumi işimizi çox sürətləndirir. Amma ümumi götürsək 90% ölkəmizdə elə digər gənclər üçün nələr olmalıdırsa, oradakı şəraitdə onun daha biraz üst versiyası olmalı ki, orada qalsınlar. Çünki orada gənc qalmasa, gənc fəaliyyət göstərməsə, işləməsə, digər bizim proseslərimizin dayanıqlılığı şübhə altına alınır. Bizim görürsünüz, məsələn, Böyük Qayıdış Dövlət Proqramının məqsədlərindən biri dayanıqlı məskunlaşmadır. Yəni, biz sadəcə məskunlaşdıq, getdik, gəldik deyil. Dayanıqlı məskunlaşma. Dayanıqlı məskunlaşmanın da şərtləndirən amillərdən biri elə məncə ora o gənclərin orada dayanıqlı, davamlı qalmasıdır. Çox təşəkkür edirəm, Rafiq müəllim, dəyərli fikirləriniz üçün. İndi zaldan belə bir sual ünvanlanıb, İkram müəllim sizə. Nigar Əsədova xanım ünvanlayıb sualı. Postmüharibə dövrü və qayıdışla bağlı olacaq sualı. Biz 90-cı illərdə uşaqlığını müharibə şəraitində yaşamış, 2020-ci il Zəfər müharibəsinin də şahidi olmuş bir nəsil böyütmüşük. Aralarında şəhid övladları və yaxınlarını itirmiş şəxslər də var. Həm 1-ci Qarabağ, həm də Vətən müharibəsində şəhidlər vermiş ailələrin övladları və yaxınları üçün biz cəmiyyət olaraq və dövlət xətti ilə hansı iri miqyaslı tədbirləri görməliyik ki, bu insanların psixoloji vəziyyətini düzgün şəkildə dəstəkləyə və qoruya bilək. Məncə, psixoloji sağlamlıqla bağlı maarifləndirmə işlərini gücləndirmək üçün QHT-lər daha fəal olmalıdır. Terapiya anlayışı cəmiyyətimizdə normallaşmalıdır. Psixoloqa müraciət təbii qəbul edilməlidir. Ətrafda travmalı uşaqlıq keçirmiş insanlar çoxdur, lakin psixoloji dəstəyə ehtiyac duysalar da bu xidmətlərə müraciət etməyə çəkinirlər. Çünki hələ də bu addım cəmiyyətdə yanlış qiymətləndirilir, deyir xanım. Təşəkkür edirəm sualınız üçün, Nigar xanım. Siz həm sual vermişsiniz, həm şərh eləmişsiniz.
Ümumiyyətlə, mən düşünürəm ki, şəhid ailələri ilə, qazilərlə və s. həqiqətən dövlətimiz kim nə deyir desin, çox yüksək səviyyəli iş aparır. Həssas yanaşılır. Həqiqətən həssas yanaşılır. Bunu fərd olaraq da hər birimiz edirik. Öz iş yerimizdə, öz mühitimizdə, yəni mən etməyən görməmişəm. Dövlət də yetəri qədər qayğı, dəstək, məsələn, o uşaqlar üçün kamplar təşkil olunur ki, bunun, məsələn, bu kampların psixolojik məqamı nədir? Uşaqları apardılar, əyləndirdilər deyil. Yəni, burada mənim atam şəhiddir, sənin də atan şəhiddir. Yəni, burada bir qrup terapiyası məntiqi onsuz da var. Yəni, məndən başqa insanlar da var bu problemi yaşayan, bu əziyyəti çəkən və ya bu proseslə üzləşən. Bir, bu məsələ, yəni bu tip məsələnin qrup fəaliyyətlərinin aparılması, o insanların bir araya gətirilməsinin özünün çox bir türk ifadəsi ilə deyəcəm, iyiləşdirici təsiri var, yəni bir yaxşılaşdırıcı təsiri var. Bu birinci məsələ. İkinci məsələ, ümumiyyətlə biz millət olaraq istər milli duyğularımız, istər dini duyğularımız, bayaq emosiyadan danışdım, Rafiq mənim də vurğuladı eyni məsələni. Bizim emosiyalarımız çox önəmlidir və biz çox dəyərli emosiyalara sahibik. Yəni biz vətən uğrunda ölməyi şərəf bilən insanlarıq. Vətən uğrunda ölməyi ən dəyərli ölüm olaraq bilən insanlarıq. Mən bir hadisə ilə sualınıza cavab verim, icazənizlə. Müharibə vaxtı, mən də Laçınlıyam bu arada, tamamən təsadüf dəhşət mənimlə bura düşməyimiz, yəni bir yerribazlıq deyil. Mənim bir sinif yoldaşımın qardaşı, polkovnik leytenant, Laçına girdi, evinə zəng elədi ki, mən Həkəri çayında üzümü yuyuram və səhərsi gün şəhid oldu. Və mən yas yerinə getdiyim zaman, təbii ki, qardaşı, yəni mənim sinif yoldaşım olan dostum, çox ciddi bir ağır vəziyyətdə, çox üzülür, ağlayır, barışa bilmir bu vəziyyətlə. Mən ona iki şey dedim və həqiqətən səmimi hisslərimdir. Yəni, mən özünə şəhidlik arzulayan insanlardanam bu arada, tam səmimi. Prosta iki müharibə görüb şəhid ola bilməyənlərdənam. Bu yoldaşa iki sual verdim. Dedim ki, biz 30 ildir demirdikmi, bir dənə Laçına gedək, Allah orada canımızı alsın. Dedi, deyirdik. Onun xəyalı ilə yaşayırdıq. Dedim, nə istəyirsən? Bu adamın duası yerinə yetibdir, Allahın sevgili quludur. Gedib ora, torpağını görüb, Həkəridə üzünü yuyub və şəhid olub. Yəni, duası yerinə keçib. Bunu deyəndə gördüm ki, biraz rahatladı. İkinci bir cümlə daha qurdum. Hər biriniz bilirsiniz, bu məşhur bir ayədir, Quranda keçən. Deyir ki, siz Allah üçün, vətən üçün ölənlərə ölü deməyin. Çünki onlar diridirlər, lakin siz bilməzsiniz. Bu Allahın yazdığı cümlədir, bizə göndərdiyi cümlədir. Yəni, biz ölənə, onların ölməyinə əslində üzülməməli, çünki onların ölüb ölmədiyini, yəni onlar Allah deyir ki, onlar diridirlər. Sadəcə siz bilməzsiniz. Yəni, və buna mən o dostum onu başa saldım ki, bəlkə də o bir yerlərdən, bizdən bu dünyada bu əziyyətin, əzabın, nə bilim, dünya məişət qayğılarının içindən qurtulub, çox daha yaxşı bir yerdədir. Və biz oradan baxır və o bizim halımıza əslində üzülür ki, bunlar gör nəyə üzülürlər və s. Təbii ki, bu dini baxış, biraz inanç məsələsi, bunu mövzunu bir qırağa qoyası olsaq, yəni bizim daha milli, dini dəyərlərlə baxdığımız zaman, yəni övladlarımıza da, o insanlara da bu mesajları hani daha doğru şəkildə, yəni daha milli, dini dəyərlər nöqteyi nəzərlə çatdırıb, bu şəkildə bir çox problemin, psixolojik məsələnin qabağını ala bilərik. Hə, onlara din dərsləri verək, verməyək. Yəni, bəzən mən belə danışanda mənim dinci-minci kimi şeylər deyirlər, amma reallıqdır bu. Yəni, bu insanlar, çünki biz öz milli, mənəvi ənənələrimizdən uzaqlaşa bilmərik. Yəni, din sadəcə ibadət demək deyil, yəni inanış tərzidir və biz müsəlman bir cəmiyyətdəyik. Yəni, bunu da doğru təlqin eləmək övladlarımıza düşünürəm ki, çox önəmlidir. Çox təşəkkür edirik fikirləriniz üçün. Hörmətli tədbir iştirakçıları, bugünkü müzakirələr bir daha göstərdi ki, böyük qayıdış sadəcə yolların çəkilməsi, evlərin tikilməsi deyil. Bu bir xalqın yaddaşına, ruhuna və gələcəyinə doğru bir dönüş yoludur. Panelistlərimiz bu prosesi müxtəlif tərəflərdən psixoloji, hüquqi, vizual və kommunikasiya baxımından dolğun şəkildə izah etdilər.
Buna görə təşəkkür edirik. Hər bir çıxışçıya dəyərli fikirləri üçün. Onların söylədikləri böyük qayıdışın sadəcə bir proqram yox, bütöv bir millətin yenidən dirçəliş hekayəsi olduğunu bir daha ortaya qoydu. Və bu kimi tədbirlərin təbii ki, təşkil edərək böyük qayıdış prosesinə dair maarifləndirici fikir mübadilələrinə və ictimai təfəkkürün inkişafına öz töhfəsini verən Rafiq bəyə də ayrıca təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun. Bu qədər. Təşəkkürlər. Başqa nəsə sualı falan olan varsa buyursun. Sualı olan var zalda. Yoxdur. Bizdə suallar planşetlə verilir ona görə. Gəlib sual. Rəsul Abbasov sual verir. Rafiq müəllim sizə sual verirlər. Hörmətli Rafiq müəllim, müəyyən dövlət qurumlarının Ağdama köçürülməsi sizcə köçü daha dayanıqlı etməzmi? Buna digər tərəfdən baxsaq, universitetlərin əsas korpusu yox, digər bütün korpusların köçürülməsi. Çox yaxşı sualdır. Mən şəxsi subyektiv fikrimi bildirim ki, bəli, ümumiyyətlə Bakı şəhəri kifayət qədər həddindən çox yüklənilib. Bizim 4-5 il öncə başqa şəhərlərə, belə deyim də, kinayə ilə dediyimiz ki, buradan o tərəfə 2 saata gedib çatırsan, bu yavaş-yavaş bizdə artıq Bakıda müşahidə olunur. Ona görə mən dəstəkləyirəm o fikri ki, bir çox universitetlərin də olsun, elə dövlət qurumlarının da köçürülməsi baş verməlidir. İndi bu, mən o dövlət tərəfində deyiləm, o hissələrini oradakı dostlar yaxşı bilər, amma bu məncə labüddür artıq. Labüddür. Məsələn, bu günləri baxırsınız, Xankəndi şəhərində yəqin ki, bir çoxunuz olmuşsunuz və orada çox gözəl bir tələbə şəhərinə oxşayır. Halbuki artıq insanlar köçüblər, nə qədər yeni korpuslar açılır, indi tip korpusu açılır, səhv eləmirəmsə incəsənət korpusu açılır və bu böyük bir, yəni 6-7 min, 10 min tələbənin oxuması deməkdir. Görün, nə qədər həm də o hissələrə iqtisadi bir belə deyim, inkişaf aparır o hissəyə. Ən az o tələbə üçün orada bir ictimai yaşayış obyekti açılır, bərbər açılır, dərzi açılır və s. və axır. Yəni, Bakının yükü azalmalıdır deyə düşünürəm. Çox sağ olun. Buyurun, buyurun İkram. Deyim, bu məsələ ilə əlaqəli, Qarabağ Universitetinin, mən də biraz bu heyətin içindəyəm, ondan əlaqəli məqamı vurğulayım. Qarabağ Universiteti tibb fakültəsi qurulur hal-hazırda və çox dünya səviyyəli bir tibb fakültəsi qurulur. Yəni, o bayaqdan danışırıq, ora köçün insanların ora cəlb olunması falan və bu insanların o yüksək səviyyəli deyək ki, müəllimlərin, tələbələrin ora cəlb olunmasının özü bir yeni, mədəni, bir metropolit, bir sosial həyat gətirib çıxardacaq. Yəni, o nöqteyi nəzərindən bu məqamlar önəmlidir. Təşəkkür edirəm vurğuladığınız üçün. İncəsənət bu arada fakültəsi Şuşaya köçəcək. Realni məktəbə, onu da deyim, bilməyənlər üçün hal-hazırda var. Amma çox da gözəl bir incəsənət fakültəsi var orada. Çox sağ olun. Tədbirə qatılan siz dəyərli iştirakçılara da təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu müzakirələr yeni ideyaların, faydalı əməkdaşlıqların və güclü addımların başlanğıcı olacaq. Çox sağ olun, diqqətinizə görə minnətdaram. Bəlkə bir foto da çəkdirək hamımızı bir yerdə. Ayaq üstə. Qalsın belə. Buyurun, çox sağ olun. Bunu bura qoysam olar. Qalsın, okey. Çox sağ olun. Təşəkkür edirik və beləliklə bizim ikinci panelimiz də başa çatır. Moderator və spikerlərimizə çox sağ ol deyirik. Biz hazırda, əziz qonaqlar, fasiləyə ayrılacaq və rica edəcək ki, 16:30-da yenidən hər biriniz məhz bu zala qaydasız. Fasilədən sonra üçüncü, sonuncu paneldə görüşmək ümidi ilə. Təşəkkür edirik diqqətinizə görə. Gəlin, ikinci panelimizin spikerlərini və moderatorunu da alqışlayaraq onlara təşəkkürümüzü çatdıraq.